Xəbərə keçməmişdən öncə videonu like edib kanala abunə olun ki, xəbər hər kəsin qarşısına çıxsın. ABŞ-ın İrana qarşı hərbi əməliyyat planları hazırda ölkə ərazisinə quru qoşunlarının yeridilməsini nəzərdə tutmur. Oxu Az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Caroline Leavitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib. Bu, hazırki planlara daxil deyil, lakin prezident adından heç bir variantı istisna edə bilmərəm deyə o qeyd edib. Caroline Leavitt əlavə edib ki, ABŞ İranla aparılan danışıqlar zamanı Tehrana mülki nüvə yanacağı təqdim etməyi və atom energetikası sahəsində birgə layihələrə investisiya yatırmağı təklif edib. Bundan başqa, Vaşinqton sanksiyaların ləğvini də müzakirə edib. Ağ Evin mətbuat katibi onu da bildirib ki, ABŞ prezidenti Donald Trump münaqişədən sonra Vaşinqtonun İranla bağlı mümkün mövqeyini nəzərdən keçirir. Onun sözlərinə görə Trump bu məsələni məsləhətçiləri və Milli Təhlükəsizlik komandası ilə müzakirə edir. Leavitt qeyd edib ki, prezident hazırda əsas diqqətini Epik Qəzəb adlı hərbi əməliyyatın tez və effektiv şəkildə uğurla başa çatdırılmasına yönəldib.